Kayıt. Patlama da. Ne oldu Lema? He. Kapıçımız. Tak. Open edirik. Eləmi? Yox, open yox. Əvvəlcən Mənim heç işlərim. new, məsəl üçün, mən həmişə yaxşı keyfiyyət alınsın deyə A3 300 istəyir. Bunu 200 də edə bilərsiniz. Salam. A3-ün açıldı. Sonra buradan edirsən place embed. Para atmışdım. Vay. Atlaydı deyəsən. Və hamısını götürürsən. Yox, yadıma düşdü. Sorry. Buradan açıb şey eləməliyim. Bu nəyə görə deyirik, indi deyəcəm. Vay. Hamısını götürürsən, atırsan bura. Mütləq hamısını bir yerdə atmaq lazımdır ki, bunlar dəqiq üst-üstə otursunlar. Aydındır? Hamısı oturdu. Və məsəl üçün indi bir şey göstərəcəm sizə. Giririk Google-dan. Yəni buradan rakurs pistə baxın. High resolution. Bundan yaxşıları da var əlbəttə ki. Tamam. Elimiz olan mı? Bu dəqiqə üçün də, hə, məsəl üçün. Copy image. Heç high resolution-da yükləmirəm sadəcə. Hanı sənin şeyləri? Layers. Windows'dan baxın. Orada olar. Windows, hə. Aşağıda layers olmalıdır. Deyə. Channels lazım deyil sanki. Əsas layers. Əlbəttə ki, layers arxaya atırıq. Necəsən qədər? İstədiyimiz qədər böyüdürük. Bunların hamısını bir yerdə seçib adjust edirsiniz həmişə. Ki, hamısı üst-üstə otursun. Nə deyirəm? Məsəl üçün, bunu ora çevirək. Okey. İndi sənə nə lazım? Səndə bir dənə həmişə qalır. Bu əsasdır da. Bunları söndürsən belə. Və görsən arxada o şey yoxdur deyə, səma oturur. Ya da ki, səma ilə bir yerdə, hələ indi bunu lazımdırsa bunu götürək biraz da böyüdək. O düşmür artıq. Sonra materialsa gəldikdə, materials. Hamısı eyni material. Görsən, bunları ayırıb. Girirsən, sırf bu materialda, məsəl üçün, nə isə dəyişdirmək, ya da şüşələrin materialı ayrıdır. Girirsən burada, select, color range, amma sırf bu layer'da olmalısan. Qapını açında, color range və seçirsən. Məsəl üçün, yaşılı seçdimsə, okey, sırf onları seçəcək. Bütün şeyi qoyub. Lazım, və sonra qayıdırsan təzədən əsas şeyə, bunu söndürə də bilərsən istəyirsənsə. Görsən onları seçib. Əsas şeyə qayıdırsan, salam. Bəkərmi açacaq? Elə bildim. Yaxşı. Gedirsən, Ctrl-C, yəni duplicate edirsən. Bunlar səndə ayrıca şey kimi, nə bilim, üstündə artıq, həmən materialın üstündə artıq işləyə bilirsən. İstədiyin qədər. Məndə də eyni şey alındı. Nə oldu? Revit linkini eləməmişdim axı, o birini eləmişdim. Bütün materiallar hamısı eyni görünür. Yox, bu o deyil, bu Enscape-dir. Bu Enscape-dir artıq. Enscape-də şeyi başa salıram. Ki, buradan məsəl üçün seçək color range-la yenə. Yenə qayıtdım həmən layer'a. Bu material ID-dir. Görürsünüz, heç ağacları seçmir də. Ağacları indi başqa şey göstərəcəm, nə eləmək lazımdır. Ağacların yaşıllığı realistik görsənsin deyə. Materialı buradan da belə verə bilər, Photoshop atıb onu, hə, onun üstündə. Hə, amma materialın o kölgəliyi falan söhbəti var da. Burada görürsən, bu daha tündür, bu daha açıqdır, amma eyni materialdır. Ona görə eyni kimi seçir. Gəlirsən təzədən bura. Tak, gəldik bura. Buradan elədik, giririk, bunlara color overlay veririk, rəngi dəyişdiririk. İstədiyin rəngi verə bilirsən. Bax,
İndi problemi görəcəksiniz. Problem nədir? Həmən kölgələrdir. Həmən kölgələri biraz qaytarmaq üçün İngilvara opacity verirsiniz, kölgələr qayıdır. Ya da ki, bizdə burada depth var. Bu şey üçündür. Səmanı şeydən ayırmaq üçün. Ki birdən səma ilə bir yerdə gəlibsə səndə, amma səmavı dəyişdirmək istəyirsənsə, bunu seçirsən, qaranı seçirsən, silirsən onu və istədiyin səmanı arxalayıb qoyursan, işləyəcək. Bu object ID-dir. Hər objectə ayrı-ayrı götürüb şey. Bu çox vaxt lazım olmur. Bu belə böyük kadrlarda. Bir də Enscape-in ən böyük minusu nədir? Kölgə yoxdur. Kölgəni eləmək üçün mən nə edirəm? Əlbəttə ki, Enscape-də siz əlbəttə ki, burada siz şey eləsəz daha yaxşı olar. Səhnəni save eləsəz də, buradan şey olmalıdır. Scena, hə. Səhnələri save edirsiniz, dəqiq həmişə qalır, həmişə ona qayıda biləsiniz. Hansını? O hansıydı? Yəni View management, hə. View, create view edirsən. İşte buna ad qoyursan. Create. İşte burada. Burada bu şeydə var. Yəni nə? Create view'da. Bu təzə gəlir. Bunu heç test eləməmişəm. Günəşin pozisiyası və yaxud deyim o şey. 45 dərəcə söhbət. Görsən, bax günəş hardasa oradan vurmalıdır. Və yuxarı aşağı olmağını buradan şey eləyə bilirsən. Bax buradakı kölgələrə bax necə oynayır. Sənə bax bunlar lazımdır. Bax bu kölgələr lazımdır şey demək. Save some position edirsən və salam qalır. Şey elədin. Qaldı orada. Bir başqa məsələ var burada. Kölgələr. Kölgələr eləmək üçün mən nə edirəm? Çox vaxtı giririk bura. Burada style var, none. Style'dan seçirəm white. Görürsünüz, hər şey ağ. Və ayrıca bunu da eksport edirəm. Bunu eksport etdikdə yenə onun üstünə qoyuram, dəqiq otursun. Opacity azaldırsa? Opacity azaldıram ya da luminosity falan var, şeylər. Bu formatlar var, luminosity falan vermək. O ilə verirəm ki, kölgəni oynada bilim. Kölgəni istədiyim qədər tünd ya şey. Bir də əlavə kölgələr vermək söhbəti var. Bu çox var. Belə formalarda yox, amma əslində belə formalarda da olur ki, hansısa səthdən, o birisi səthdən daha tünd olmağını istəyirsən ki, bunu söndürüm, ya bunu söndürüm. Hansısa səth, o birisi səthdən daha tünd olsun. Məsəl üçün, bu səth deyirsən, bundan tünd. Ya da burada əksinə, bu səth. Bunu seçirsən, konturunu seçirsən, əlavə layer, orada tam qara verirsən, opacity-ni azaldırsan, avtomatik olaraq bir səth o birisindən daha tünd olur. O da sənə təzahürü yaradır. Abiyon necə deyim? Həcm. Həcmini yaradır. Başqa söhbət də var burada. Bax bu məsəl üçün maraqlı söhbətdir nəyə görə? Bunu həmişə control depth var ha. Depth uzaq bizə həmişə daha pis görsənir, nəinki yaxın. Düzdür? Və avtomatik olaraq bu hamısını eyni verir. Çünki kompüterdir. Bunu eləyirik biz inverse, yəni Ctrl E. Seçirik buradan screen və opacity-ni azaldırıq. Görürsünüz, yaxın daha dik olur, uzaq biraz bulanır. Avtomatik olur. Yəni bu multik dediyimiz var ha. Multik dediyimiz program, lack of program. İndi yaşıllığa gərək. Enscape yaşılı həmişə çox şey verir. Cırtlaq. Yaşıl. Yaşıl, ay sağ ol. Gəlir material ID-yə. Yenə select, color range. Seçdik. Yaşıllığı seçdiniz. Mən çox xoşlayıram. Allah yetirib bizə bu saturasiyanı. Siz saturation'ı oynamaq olar, sağlam ol. Belə bilin eşitməyəcək, amma eşitdik. Gəlir təzədən əsas dediyim budur da, yəni sizin binalar, materiallarla. Bunu bir də edirsiniz. Duplicate. Gəlirsiniz bunun, buradan aşağıdan var da, üstünə bir dənə mask qoymaq. Üstünə mask qoymaqda Hue Saturation seçirsiniz. Və bağlayırsınız, sırf Alt-la, belə basıram, bağlayıram sırf ona. Sırf indi bu layer'ın ilə oynayacağıq biz.
Saturasiyası yüngül azalda bilirsiniz. Qış kadrıdırsa, görürsünüz bax fərqə bax. Gözdən də fərqi görəcəksiniz. Şöyle. Daha şey edir. Çünki bax bu cır yaşıl buradan. Yox, o qədər lazım deyil. Bunu sonra əlbəttə ki, şeydən oynaya bilirsiniz. Brightness. Bu da ki, rəngi ilə oynamaq Yani istəyirsiniz. buradaki layer'lar Bu qəşəngdir, bu qalsın. Qalsın. Ben de böyle istedim. Tam bordo Escape-dən boyda. gəldi, orada uşaqlar yazdılar ki, hamısını birdən atmalısan Photoshop-a ki, üst-üstə otursunlar. Videoda var səbir. Hamısını da bir yerdə adjust edirsən ki, şey eləsin. Ben bile saklasam ben renderimden keserseniz. O yüzden Ne? rengi çok yeşil. Ağaclar belə qalsın. Yox, belə pisdir də. Yəni realistik render versənsə, ya da ki, konseptual render versənsə, o ayrıdır. Olar. Konseptual render. O bordo Uşaqlar, uyğun olmalıdır mimarsız, konseptual siz yaradıcı ola renderdə. bilərsiniz, əlbəttə, amma yaxşı olmalıdır. Yəni mən baxanda görsəm ki, yaxşıdır, əlbəttə deməyəcəm ki, Tamamı pisdir. sarı verilmiş şampiyon. Hə, elə şeylər olur, elə şeylər olur. Benim bir de grain effect Photoshop'ta hardadır, bilirsiniz. Grain effect Ha, grain. filtrlərdə olmalıdır da. Filtr gallery, baxaq. Distortda, gələk diffuse. Deyən mən şeydən seçdim, gözlə buradan. Buradan baxırıq, filter gallery. Baxaq, sən nə istəyirsən? Yox. Bax, bu da grain. Şeydir də, sən nöqtə olmağından danışsan, ya da Yok, ben göstər nə edirsən? biraz şeyde görmüştüm, program kız işləyirdi. Elə bir bu formada, bir dəqiqə. Sonda bu formada şey yaranır. Bu hava yaranması üçün grain effektdən istifadə edib belə olması üçün onu axtarıram, tapa bilmirəm. Grain effekti ya əldən yarada bilirsən. Deyəm burada. Yükləyə də bilirsən, çünki bu grain effect budur. Məsəl üçün. Texture'da grain effect. Və intensity-ni artıra bilirsən. Başa düşdün nə edirsən ki, şey kimi görsənsin. Grain effect budur, hə. Bir verir də əslində şeyi də verir. Nöqtə olma. O köhnə kadrın, köhnə şəkildə plonkaya çəkilmiş şəkil, yəni Retro. digital yox, plonka. Plonkada grain söhbəti olur da, çünki nöqtələrdən çox asılıdır. Buradan da artıq şeyini işlədə bilirsən. Hamısı bütün fərqli şeyləri var. Okey edirsən, dəyişdi, oldu belə. Və daha nələr var da, yəni Photoshop-a atmaq kadrı, istənilən kadr yox, cizgiləri, ya nəysə. Siz əgər gözləyirsiniz ki, hər şey bir proqramdan çıxacaq, yaxşı çıxacaq. Yox. Sadəcə biz elə proqram seçirik ki, oradan maksimum çıxarda bilək. Yenə də istənilən şey məndə atılır Photoshop-a və ancaq Photoshop-dan sonra atılır Figma. Photoshop-a atılır, gördünüz. Son iki əsas program Photoshop'dan Figma'dır. Mənim üçün hə. Çünki bir dənə indi gəlin fərqə baxaq. İndi özünüz görəcəksiniz fərqi. Bundan bunu alındıra bildinizsə, Bunu render kimi versem kalabiliriz. Silin. bunu bağlayırıq. Ya zarafat elədim mən. No, Ballerina kapçı. var, hamısında var. Əksində şeydə azdır hətta. Enscape-də azdır. Enscape-də ancaq Object ID, Material ID, Depth, ki Depth-i çox istifadə edir. Bax Depth o bayaq elədiyim şeydir, uzaqlaşdıranla şey eləsə. Amma burada çox vacibdir məsəl üçün opacity-ni düzgün şey eləmək. Bu biraz çox bax görsən burdan qoyub xətti, o uzaqlıq xəttini. Biraz çox şey deyir. Axşam renderları ideal alınır məsəl üçün şey Enscape-də yaxşı işləsəz axşam renderini. O çərəyi olan deyirsiniz, günəş batanda. Yox, günəş batanda o şeydir. O gecə renderi də, gecə renderindən danışıram ki, biraz şey saxlamaq olar. Yox, duman. Biraz duman saxlayırsınız, dumandan çıxan işıqlar, şeylər belə, yəni bunlar da yaxşı işləyir, yaxşı şey olur.
Ki əslində şey effekti sən dediyin effekti prosta biz indi neylədik? Problem ondadır ki, biz indi işlətdik ancaq buna və məsəl üçün deyən Ağac olmadı deyəsən. Hı? Ağac olmadı çünki biz ağacın layer'ını ayırmışıq. Ağacın ya hər şeyi işləyirsiniz. Axırda Bir dənə fayl kimi artıq atırsınız şeyə. Ayrı Photoshop faylda həmin şəkilli şey edirsiniz. Çünki səma da olmadı görsən, ancaq bu oldu. Onu da şeylə mümkündür, amma o da hamıya oturmayacaqdır. Yəni sən o üslubda işləmək istəyirsənsə, gərək hər şey belə səciyyəvi olsun. Amma çapda bu daha yaxşı çıxacaq məsəl üçün. İstədiyin kimi çıxacaq. Şey eləyək. Ya bu birsinə bu bir fərq rəngdən. Amma o yenə də o çox yəni kimdə alınırsa daha çox o sifarişçi məsəl üçün xoşlamayacaq onu. O görsən illustration kimi çox. O portfolio üçün yaxşıdır da. Portfolio üçün illustration üçün yaxşıdır, hə. Şeydir, biraz belə vibe-lıq verir, şey verir. Burada sonra səndə şüşələr. Bax yenə gəlir material ID-nin üstünü göstərim. Açırıq, select, color range və gəlirik şüşələrə. Şüşə səndə birinci mərtəbənin şüşəsi ayrı materialdır. Hə. Bunu bağlayırıq. Əslində material olaraq yox da ölçü olaraq fərqlilər sadəcə. Yo, material olaraq da fərqli göstərir. Eyni şey eləmişdim əslində. Enscape-də ola bilsin, atmamısan üstünə material. Enscape-də glass materialı pis deyil, pis olmamalıdır. Amma neysə, bunlara şey vermək olar. Bir də qoymuşlar keçən il. Avtomatik olaraq giririk. Məsəl üçün color overlay. Neyək? Yəni buradan yaxşı alınmayacaq. Enscape-də söylərəm. Çünki reflectivity yoxdur, hə. Bir bağ olacaq heç olmasa. Belə heç olmasa. Görürsən, amma tam o deyil. Tam bunun içində şey olsa. Düzdür, D5-də yox, bu pisdir. Bunun Gulsins azdır. Bax, səndə də yenə şey perspektiv, point perspektividir. Dəyişir avtomatik. Hə, şeydə istəyir bilirsən. Tutdu. Bu nə binasıdır? Birinci mərtəbəsi. Şeylər çox.